Fatıma radiyallahu anhə. Fatıma radiyallahu anhə ən gözəl nəsə var, onun üçün həmişə misaldır. Həm iffətdə, həm həyada, həm örtülməsində, həm imanda, hər bir şeydə misaldır. Xüsusən müsəlman qadın üçün. Hətta radiyallahu anhə nəyə ki sağlığında dünyasının dəyişməyinə az qalır, deyir ki, məni dəfn eləyəndə, mənim cənazəmi götürəndə üstümdə nəsə belə edin. Çünki qabaq cənazəni götürəndə heç də olmurdu. İndi görürsünüz ki, cənazəni götürəndə nəsə belə üstündə də nəsə var. O nə üçündür? Qadınlarda nəsə əzalar bilinməsin. Fatımədən sonra qaldı. Çünki Fatıma radiyallahu anhə təsəvvürlə qadın gör hətta öləndən sonra öz iffətliyin, həyasını fikirləşir. Ona görə dedi ki, mən öləndə mahfəmin üstündə belə bir nəsə edərsiniz yumruyu, hətta övrət yerini bilinməsin. Ondan sonra başlandı belə. Aydınlı qardaşlar, yəni misaldır Fatıma radiyallahu anhə, Ömər ibn Xattabın qaynanası. Bunu yaddan çıxan heç var.